qədər məktub yazılıbsa, baba bunlar sağa gəlir, İlham Əliyev, Mehriban Əliyev, Heydər Əliyevin qəbrinə də məktub yazacaqdım, İlham Əliyev. Poçtan dedilər ki, elə bir ünvan yoxdur. Dedim, sənə dəxli yoxdur. Adresi yazmışam, deyir Heydər Əliyev yaşamır. Dedim, sənə dəxli yoxdur, yaşadı, yaşamadı. Heydər Əliyevin qəbrinə yazmışam məktubu. Getmir. Poçtan da deyirlər ki, vallahi biz göndərə bilmərik. Ölün adına məktub getmir. Amma bu qədər məktublar, xəbərnamələr, zadlar sənə göstərirəm. Bəs niyə baxmırsan? Sən şou göstərsən, nədir müğənnisən, əlin alıb mikrofonu maşından çıxır. Sağ olun dostlar, yoldaşlar. Sən nə şou göstərsən İlham Əliyev? Mənim balamın taleyi səni düşündürmür. Mənim uşaqlarımın yaşamaq haqqı var. Biri də əlildir. Gəl bura qadam, gəl bura. Gəl bura. Bax, 19 yaşı var, Allah sənin çırağını keçsin. Gözdən əlil, fiziki cəhətdən, əqli cəhətdən də xəstə uşaqdır, yer qadanam. Sən nə şou göstərirsən, hə?